Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Salatu vesselamu ala men la nebiyye ba'de. Değerli kardeşlerim, bugün inşallah İhlas suresine yol verilen hatalara kısa şekilde de olsa toxunacağım və inşallah bu surəni düzgün şəkildə səsləndirməyə çalışacağım. Belə ki, yol verilən xətalardan Qul huvallahu əhəd ayəsində qaf hərfini, yəni qul sözündəki qaf hərfini bəzən məxrəcindən tələffüz etmirlər. Qul kimi oxuyurlar ki, bu da xətadır. Qul yox, qul olmalıdır. Qaf hərfi yəni düzgün məxrəcdən tələffüz edilməlidir. Yəni boğazın sinəyə bitişən hissəsindən qul yox, qul bu şəkildə olmalıdır. Və burada yəni qul sözündə sukunlu ləmin üzərində bəzən qalqaləyə yol verirlər. Quli, quli huvallahu bu da icazəli deyil. Qul huvallahu bu şəkildə olmalıdır. Və yol verilən xətalardan huvallahu bu şəkildə oxuyurlar ki, burada da huvallahu yox, huvallahudur. Yəni buradakı hə sadə, incə, yumşaq səslənən hə hərfidir. Və yol verilən xətalardan Allahu Saməd ayəsində bəzən Allahu Səməd kimi xətaya, kobud xətaya yol verirlər. Bu da mənanı dəyişəcək qədər təhlükəlidir, olmaz. Son dərəcə diqqətli olmaq lazımdır. Allahu Saməd. Allahu Səməd isə xətadır və kobud xətadır. Və ha belə qardaşlar, yol verilən xətalardan Allahu kimi oxuyurlar. Bu da doğru deyil. A-la yox, ə-lə olmalıdır. Yəni Allahu Saməd. Allahu Saməd. Allahu Saməd isə xətadır. Və yol verilən xətalardan Qul huvallahu əhəd, Allahu Saməd, ləm yəlid, ləm yəlid. Bəzən burada uzatmaya yol verirlər. Bu da icazəli deyil. Yəlid yox, ləm yəlid və ləm yulad və ləm yekulləhu. Bəzən də burada və ləm yekulləhu əvəzinə və ləm yekun ləhu kimi oxuyurlar. Bu da doğru deyil. Çünki burada təcvidin idğam biləğunnə, yəniğunnəsiz idğam qaydası baş verir ki, buna da riayət etmək lazımdır. Yəni və ləm yekun ləhu yox, və ləm yekun ləhu bu şəkildə tələffüz etmək lazımdır. Və həmçinin və ləm yekun ləhu yox, bu yəni burada yumşaq sadə hə hərfidir. Və ləm yekun ləhu, və ləm yekun ləhu bu şəkildə tələffüz etmək icazəli deyil. Və baş verən xətalardan dəyərli qardaşlarım, və ləm yekun ləhu kufuvan əhədi, kuffən, kuffən əhəd kimi oxuyurlar ki, bu da doğru deyil. Kuffən əhəd yox, kufuvan əhəd, kufuvan əhəd. Və sonuncu yol verilən xətalardan əhədi, bəzən buradakı həni, bəzən adi yumuşaq hə ilə qarışdırırlar. Əhəd, əhəd bu şəkildə oxuyurlar. Bu da xətadır. Yəni doğru tələffüz əhəd bu şəkildə olmalıdır. Beləliklə qardaşlarım, bu surəni inşallah tam şəkildə sizlər üçün səsləndirim. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd. Allahu saməd. Ləm yəlid və ləm yulad və ləm yekun ləhu kufuvan əhəd. Bu qədər qardaşlar, doğrusunu Allah bilir. Allah amanında özünüzə yaxşı baxın. Esselamu aleykum və rəhmətullahi və barakatuhu.